Allah Teala Kur'an-ı Kerim Zariyat suresi 55. ayette buyurur ki: "Ve zekkir ve inne zikra tenfa'ul müminin." Hatırlat, həqiqətən hatırlatmaq möminə fayda verir. Ve hemçinin başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki: "Hakkul muslimu alel muslim hams." Müslüman üzerinde 5 hakkı var. Bunlardan biri askırdığı zaman elhamdülillah diyerse yerhamkallah demek. Vefat eləyərsə onun cenazesinde iştirak etmek. Salam verərsən salamına icabet vermek. Davet eləyərsə davetine icabet etmek. Ve bir de nəsihət, tövsiye istəyərsə ona nəsihət etmek. Çünkü nəsihət mütləqdir. Şeyh getirir ki, Şeyh Süleyman Ruheyli getirir ki, yani eğer size nəsihət eden bir dostunuz varsa, o kırmızı kürdü olan kibrit kimidir. Yani çok nadir tapılan bir şey. Onu hiç vaxtı terk eləməyin. Ondan bərk yapışın. Yani bugün bizim birbirimize olan məhəbbəti ve bir iman üzerinde sabit kalmağının səbəblərindən biri de birimizin digərine tövsiye, nəsihət etmesidir. Bu çok mühim bir meseledir. Çok mühim meseledir ve mühim olması hardan biri Allah-u Teala'nın Kur'an-ı Kerim'de bu barədə getməsi. Hatırlat, həqiqətən hatırlatmaq möminə fayda verir. Çünkü insan unutandı. İnsan unutandı. Bugün çok mühim ve həmçinin də yani hayatımızda çok ihtiyaç olduğumuz bir mevzu götürəsiyik. Birimizin diğerine dua etmesi barəsindədir. Müslümanın başka bir Müslümana dua etmesi. Yani bu çoxumuzun gafil olduğu, habersiz olduğu ve haberimiz olduğu halda da səhlənkar yanaşdığımız bir mevzudur. Dua meselesi çok mühim bir mevzudur. Allah Teala'nın verdiği nimetlerden biri de aile nimetidir. Ve evlad nimeti de verdiği nimetlerden biridir. Bu nimetin qədrini kim bilir? Yani onun evlada sahip olması için əziyyət çeken ve o evlada sahip olmayan bir insan həqiqətən evlad nimetinin ne kadar değerli bir nimet olduğunu bilir. Ve həmçində evlad nimeti ne kadar büyük, değerli bir nimet olmasına baxmayaraq ve həmçində büyük bir valideyn için büyük bir sınavdır. Valideyn için büyük bir məsuliyyətdir. Ya həmənki evladı onun için başının tacı olacaq, hem dünyada hem ahirette ve yaxud da ki Allah korusun, dünyada onun üz qarası ve ahirette de Allah korusun müsibete ve cehenneme getməsinə səbəb olan vasitə olacaq, Allah korusun. Allah Teala belə evladlardan bizi korusun. Ona göre insan üzerine düşen emellerden ve tövsiyelerden de bir insan öz ailesinin islahı için çalışmalıdır. Öz zövcəsinin, yani valideynler eğer imkan varsa, alınırsa, şüphe yoktur ki onlara da güzel bir şekilde tövsiye olunmalıdır. Ve insan öz eli altında olanlardan, zövcəsi, evladları, öz eli altında olanlardan mütləq sorulacaktır. Mütləq sorulacaq. Bu aile meselesine niye göre toxundum? Çünkü birimizin digəri üçün dua etmesi elə birbaşa bizim ailəmizə çatır. Fikir verin. Peygamber sallallahu aleyhi ve sellem sahih hadisinde buyurur. Hadisin mənası odur ki, yani bir Müslümanın başka bir Müslümana ettiği dua kabul olunan dualardandır. Dua el-müstecabe. Kabul olunan dualardandır. Eğer bir şəxs öz qardaşı için dua eləyərsə ve onun üzerindeki, onun başı üzerinde olan melek onun duasına amin diyer ve diyer ki وَلَكَ misl ve senin içindedir onun misli olsun.
Fikir ver. Və bu barədə Şeyx Səhih Müslimin şərhində gəlir ki, və deyir ki, o vaxt sələflər özləri üçün bir şey istədiyi zaman bunu qardaşı üçün istəyərdilər. Qardaşı üçün istəyərdilər və bilərdilər ki, yəni mələklər onun duasına əmindir. Yəni ən böyük məsələ, birinci başlanılan məsələ insanın başqa müsəlmanların islahı üçün dua etməsidir. Ən birincisi elə insanın, əgər insan istəyir ki, öz evladının islah olmasını, qoy başqasının evladının islah olmasını istəsin Allah'tan. Bəzən insanda paxıllıq gəlir, bəzən insanda həsəd gəlir. Məsələn, baxsan ki, 2 dənə, 3 dənə, 4 dənə, Allah bərəkət versin, 5 dənə evladı var, amma Allah qorusun hamısı fəsad əhlidir. Və başqasının evladına dua etmək istəmir, ancaq öz evladına dua edir. Və nə üçün istəyir ki, ancaq öz evladı islah olsun. Amma bu, buraxdığımız ən böyük xatalardandır. Yaxşı, bizim evladımız islah oldu, düzdür? Bizim evladımız kimlə oynayacaq? Başqasının evladı ilə, düzdür? Əgər o evlad da fəsad əhlidirsə, bizim evladımızı da pozacaqdır. Fikir ver. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir, nə buyurur? El-mər'u fi din xalilihi. Kişi dostunun dinindədir. Ona görə biz əgər başqasının evladının islahı üçün dua edəriksə, Allahım, filan qardaşın evladını islah elə. Əgər onda hansı bir naqislıq görmüşüksə və yaxud da qonşumuz və yaxud da evladımızın oynadığı bir qız olsun, oğlan olsun, onun üçün dua edəriksə, birinci onun islah olmasına səbəb olarıq. Çünki mələklər amin deyər. Etdiyimiz duaya əmindir. Əmin sözün mənası nədir? Yəni, qabul et, ey Rəbbim. Qabul et, ey Rəbbim. Və həmçinin də mələklər bizim evladımız üçün də dua eləyər ki, Allahım ona da onun mislini ver. Fikir verin. Deməli, bizim qardaşın evladına dua etməmiz, o qardaşın evladının salih olmasına və həmçinin bütün qardaşların evladlarının salih olmasına və həmçində öz evladımızın salih olmasına gətirib çıxardır. Və həmçində evladımızın oynadığı uşaqların da salih olmasına səbəb olur. Fikir ver, sadəcə dua. Allahım filan kəsin evladını islah et. Onu namaz əhli et, onu məscid əhli et, onu səcdə əhli et, onu Qur'an əhli et. Fikir ver, insan bəzən istəmir də, niyə görə öz evladıma yox da başqası üçün istəyir. Amma bu hədisə işləndən sonra insan həqiqətən də nə edir? Həvəslənir başqasının evladı üçün dua etməyə. Və həmçində fikir ver, bu sadəcə evladımızdır. Bəs əgər bizim zövcəmizdə bir xələl varsa, əmirlərimizə itaat etmirsə və Allahın əmirlərinə itaat etmirsə və hicabı tərk edirsə, namazları sərlənkar yanaşırsa, orucları tutmursa və fitnə fəsad əhlinsə, bəs onda necə? Və biz də həmçinin bu şəkildə nə edirik? Başqa qardaşların, zövcələrlə dua edirik. Fikir ver, başqa qardaşların zövcələri üçün dua etsək, onlar üçün etdiyimiz dua səbəbi ilə onları da hidayət tapar və həmçinin də bizim də həyat yoldaşımızın, zövcəmizin hidayətə çatmasına, itaat etməsinə səbəb olur. Fikir ver. Və həmçinin də fikir ver, qadın nə qədər salih olursa olsun, əgər o qadın fəsad əhli qadınlarla oturarsa, nə olur? Yenə onun əxlaqında nə olur? Naqislıq yaranır. Baxırsan, iman əhlidir, ibadət əhlidir, niqab əhlidir, hicab əhlidir. Baxırsan ki, əgər ətrafındakılar fəsad əhlidirsə, müəyyən vaxtdan sonra niqab çıxır, müəyyən vaxtdan sonra hicabın rəngi dəyişir, müəyyən vaxtdan sonra hündür daban, ondan sonra evdən çıxıldığı zaman sürtmələr, ətir və sonra hicab çıxır, fikir ver, səbəb nə oldu? Səbəb onun dostları oldu. Ona görə bizim onlar üçün dua etməmiz, həyat yoldaşımızın da sabit qalması üçün nədir? Səbəbdir. Yəni, çox böyük şeydir, Allahım, filan kəsin həyat yoldaşını islah elə, ona hidayət ver. Fikir ver, ona hidayət ver, ona haqqı göstər. Hidayət nədir? Hidayət haqqı haqqın görüb haqqı əməl etmək. Batil də batil kimi görüb batildən çəkinməyə müvəffəq olmaqdır. Yəni, fikir ver, hidayət budur. Yəni, hidayət, insan elə bilir ki, hidayət, yəni, bəzilərinə deyirsən ki, Allah sənə hidayət versin, yəni, belə pis-pis baxır. Yəni, inşallah bu mövzuya gələsiyik. Yəni, pis, yəni, mən hidayət üzərində deyiləm. Yəni, insan təkcə dünyada yox, ahirətdə də hidayətə ehtiyacı var.
Yəni bu məsələ mühümdür. Və həmçinin insanın öz qızı üçün, öz oğlu üçün, öz zövcəsi üçün və həmçində öz qonşusu üçün, qonşusunun islah olması üçün, yəni nə etməli? Başqa qardaşların, digər müsəlmanın qonşularının da islah olmasını Allahdan istəməlidir. Subhanallah, belə olduğu zaman Allahın izni ilə cəmiyyət islah olar. Belə olduğu zaman Allahın izni ilə yer üzündən fəsad yığılar. Və bundan səvahi də, bundan əlavə də insan dua etdiyi zaman nə qədər müsəlman varsa, onların savabını qazanır. Fikir ver. Və məsələn, insan dua edir. Allahum məğfirli, Allahım məni bağışla. Və li valideyyə, valideynlərimi bağışla. Və lil müminə vəl müminət, mömin kişi və qadınlar. Vəl musliminə vəl muslimət, bütün müsəlman kişi və qadınlar. Möminlə müsəlman fərqlidir. Hər bir mömin müsəlman, amma hər bir müsəlman mömin deyil. Çünki imanına görə. İnsan birinci İslam'a girdiği zaman İslam'a girir, müsəlman olur. Amma o həqiqi təqvaya çata bilmir. Fikir ver, bütün dünyadaki bütün müsəlman kişi və qadınlar hamısına nə oldu? Onlar üçün dua etdin. Və sonra nə deyirsən? Onlardan sağ olanları və həmçində ölmüşlərini bağışla. İnsan bu dua ilə bir neçə 5-6 saniyə ilə Subhanallah yüz binlərlə, milyonlarla savab kazanır. Fikir ver. Milyonlarla savab kazanır. Nə qədər Adəm Aleyhisselamdan ta bugünə qədər nə qədər müsəlman varsa, nə qədər mömin varsa, hamısının savabını kazanır. Ona görə şeyx gətirir ki, insan dua etdiği zaman paxıl olmamalıdır. Paxıl, yəni duada ancaq özünü düşünməməlidir. Qardaşı üçün də dua etməlidir. Və həmçində gəlir ki, əl-cəzəu min cinsil əməl. Yəni cəza əməlin cinsindəndir. Yəni mükafat əməlin cinsindən. Fikir verir ki, bizim qardaşlarımız var. Onlar artıq bərzəx həyatındadırlar. Yəni onların nəyə ehtiyacı var? Bizim duamıza ehtiyacı. Bizim bir sözümüzə ehtiyacı var ki, Allahım filan qardaşı bağışla. Allahım onun qəbrini genişləndir. Onun qəbrini nurlandır. Fikir ve bizim o duamıza həmənki qardaşın ehtiyacı var. Və biz dua etdiyimiz zaman onun oradaki sıxıntıları azalır. Fikir ver, sabah biz bərzaqda olduğumuz zaman, biz de onlar için dua ettiğimiz zaman başkaları da bizim için dua eləyəcək. Fikir ver, el-cəzə, yəni mükafat olunan əməlin mislindədir. Yəni buna səbəb olacaq. Yəni başkalarına dua etməyimiz sabah da başkalarının bizim için dua etməsinə səbəb olacaq. Və ən gözəl dua insanın öz qardaşı üçün, yəni gizlində etdiyi duadır. Yəni hamı üzə deyə bilər, qardaş Allah səni bağışlasın, Allah sənin borclarını qurtarsın, Allah sənə kamil şəfa versin, üzə deyirsən. Amma istərsə insan üzə deyilsə, ixlas ola bilər. İnsan çalışıb onu ixlası əldə etməyə çalışar. Amma üzə deyildiyi zaman istər-istəməz, elə bir ki insana o qeybdə etdiyi zaman, o Rəbbi ilə baş-başa qaldıqda etdiyi zaman, səcdədə ən hörmətli yeri Rəbbinin qarşısına qoyub zəlil olduğu zaman, Rəbbini ucaltdığı zaman etdiyi dua ilə eyni deyil. Fikir ver. İnsan səcdəyə qapanır, Allah'ın filan qardaşı bağışdır. Fikir ver. Onun hidayətə gəlməsini nəsib et. Sevdiğin de dünyada bir yerde oturursan, çay içirsən, qonaq gedirsən, gəlirsən, amma baxırsan ki seninle eyni safda değil bu. Baxırsan ki evladları, ailəsi senin yaşadığın bir həyatı yaşamırlar. Ki insan istəmir də, yəni bugün, yəni dünya həyatında fikir versəz, yəni insanlarda həsəd var, paxıllıq var. Çünkü bu yeri mən götürməsəm başqası gəlib götürəcək. Düzdür? Mesela niye göre insanlar dünyada yani bir-birlərini qətl edirlər, bir-birlərlə mübahisə, döyüş, dava. Niyə görə? Çünki bu torpaq var və yaxud da bu vəzifə var, buna bir nəfər çatacaq. Başqa heç kim çatmayacaq. Ona görə bir-birinlə yarışırlar ki, o dünyadakı o vəzifəyə çatmaq üçün. Amma cənnət elə deyil. Cənnət tamam başqadır. Allah-u Teala cənnətə ən axırıncı girən adama deyəcək, get cənnətə gir. Fikir ver, insan gedəcək və cənnətə yaxınlaşacaq, gedəcək. Sən əzəmətli bir Rəbb olduğun halda, yəni məni belə deyək də, mənimlə zarafat mı edirsən bu şəkildə? Allah-u Teala deyəcək. Allah-u Teala get, gir cənnətə və sənə yerin 10 misli qədər yer veriləcək.
Fikir ver. Yəni elə bu cənnətə ən axırda girənin və ən az yer verilənin biridir. Və gör cənnət əhli onların halı necə olacaqdır. Cənnət üçün dünyada yarışanlar var. Allah təala buyurur: "Səbiqu ilə məğfiratin min rabbikum." Rəbbinizin rəhməti, mərhəməti üçün, məğfirəti üçün deyir, yarışın, bir-birini ötüşün. Bu da ötüşməyin səbəblərindən biri də qardaşın başqa bir qardaş üçün dua etməsidir. Və həmçinin ən gözəl dua hansıdır? Məsələn, insan fikirləşə bilir. Məsələn, əfdalu dua, duaların ən əfsalı, ən fəzilətlisi odur ki, yəni qeybdə olmayan bir qardaşın üçün dua etməyindir. Məsələn, buradasan və qardaşın ola bilsin başqa bir ölkədə, başqa bir diyarda sıxıntısı var, onu çata bilmirsən. Amma gecənin son 3də birində, səcdə halında və duaların qəbul olduğu bir zamanda həqiqi qəlbdən o yanında olmayan, səni eşitməyən, sənin onun üçün dua etdiyin bilməyən bir qardaşın üçün dua edirsən. Fikir ver. Yəni bu ən fəzilətli dualardan sayılır. Yaxşı, bir insan öz qardaşı üçün ən gözəl etdiyi dua hansıdır? Ən gözəl etdiyi dualardan biri də Allah Teala'nın Kur'an-ı Kerim'de bize gün ərzində 17 dəfə əmr etdiyi, vacib etdiyi duadır. İhdinas sıratal müstakim. Allah'ım bizi düzgün yola yönət. Bu dua, yani subhan o kadar yani güzel bir duadır ki, her şeyi içine əhatə edən bir duadır ki, yani insan açıldığı bu duanı belə baxdığı zaman, yani baxırsan ki, subhanallah, bu bir kəlmənin altında, bir misranın altında Allah-u Teala ne kadar nimətləri gizlətib. Ne kadar nimətlər var. Birincisi, yani insanın öz qardaşı üçün dua etməsi ki, Allah'ım öz filan kəsi və yaxud da qardaşlarımı düzgün yola yönəlt. Onları sırat-ı müstəqimə yönəlt. Ne deməkdir sırat-ı müstəqim, düz yol? Birincisi, bu sirlərdən birincisi odur ki, məsələn, bir insanın, bir əməlin savab olub olmamasını bilməsi üçün nəyə ehtiyacı var? Elmə ehtiyacı var. Düzdür? Elmə ehtiyacı var. Elə bil ki, insan qardaşı üçün dua edir ki, Allah'ım onu düzgün yola yönət. Duasıyla elə bil ki, qardaşı üçün necə dua edir? Allah'ım ona elm öyrət. Ona hər hansı bir ibadətin, hər hansı bir ibadəti onun üçün öyrət. Fikir ver. Yaxşı, insan ibadəti bildi. İnsan sadəcə ibadəti bilməsi kifayət eləyirmi? Eləmir. Nə etmək lazım? O ibadətə əməl etmək lazım. Elə ki, insan öz qardaşı üçün etdiyi o dua var. Ha, Allah'ım onu düzgün yola yönət duası. Elə bir ki, bir növ insan öz qardaşı üçün dua edir ki, Allah'ım ona bu əmələ, bu bildiyi elmə əməl etməyə müvəffəq elə. Fikir ver. Yaxşı, insan elmi oldu və həmçinin həmənki ibadəti yerinə yetirdi. Tamam. Yaxşı, biz həmənki ibadətin qəbul olması üçün nəyə ehtiyac var? İxlasa ehtiyac var. Yəni insan həmçinin onun üçün dua etdiyi zaman, Allah'ım onu düzgün yola yönət dediyi zaman, həmçində onun üçün dua edir ki, Allah'ım ona etdiyi ibadətdə ixlas nəsib elə. Fikir ver. Yəni, yaxşı, ixlas oldu. İbadət qəbul olur mu? Olmur. Nəyə ehtiyac var? Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsinə, tabiçiliyə ehtiyac var. Və həmçində insan dua etdiyi zaman qardaşı üçün, Allah'ım onu düzgün yola yönət dediyi zaman, yani onun üçün elə bir ki, dua edir ki, Allah'ım onu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabiçiliyə yönət. Fikir ver. Nə qədər, yəni subhanallah, bu qədər şeylər hamısı nədir? Sırat-ı müstəqim. Allah'ım onu düzgün yola yönət sözünün altındadır. Yəni bu sadəcə dünyalıqdır. Və bəs axirət, yəni insan, yəni cənnətə keçmək, cənnətə girmək ancaq sıratın üstündən keçməkdən. Başqa yol yoxdur. Cənnətə başqa yol yoxdur. Ancaq axirətdə qurulmuş, cəhənnəmin üzərindən salınmış sırat körpüsünün üstündəndir. Və sırat körpüsünün üstündən də hədislərdə bildirdiyi kimi bəziləri ildırım sürəti ilə keçəcək. Bəziləri sürətli qaçan at sürətində keçəcək. Bəziləri dəvə və bəziləri gəzərək, Allah korusun bəziləri də sürünərək keçəcəkdir. Yəni o
Neye görədir? İnsanın dünyadaki hidayetine görədir. İnsan dünyadayken ne kadar hidayet üzerindedirse, ahirette sırat üzerinde olan sürəti de onun dünyadaki hidayetinin mislindədir. Fikir ver, eynidir. Ona göre insan dua ettiği zaman kardeşi için, Allah'ım kardeşlerime, mescid əhlini onlara hidayet ver dediği zaman bütün kardeşler için dua edir ki Allah'ım onları sırat üzerinde sabit eyle. Fikir ver. Yani səkcə sıratın üzerinden keçməklə sırata insanın sıratı tapmağa ihtiyacı var. Peygamber sallallahu aleyhi ve sellem hədislərində gəlir ki sırat körpüsündən qabağa zülmət var. Zülmət. İnsan o günü yol tapa bilməyəcəkdir. Yani insanların eləsinin nuru dağ kadar olacak. Ve eləsinin de nuru ancak ayak parmaklarının ucunu gösterəcəkdir. Bəzən sönəcək ve bəzən yanacaqdır. Ona göre Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "Yevme yekulul munafiqun vel munafiqatu lillezine amenu zuruna naqtabis min nurikum." O gün münafik kişi ve kadınlar iman getirenlere diyecekler ki biz tarafa yönelin. Sizin nurunuzla gedək, sizin nurunuzdan tutaq. Onlar diyecek: "Qila irci'u vera'akum feltemisu nura." Onlar diyecek: "Dala qayıtın, öz nurunuzla gəlin." Hansı ki onların dünyada hiçbir nuru yok idi. فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ بَاطِنُهُ فِيهِ الرَّحْمَةِ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابِ. Ve onlar arasında bir sur, bir sert çekilecekti ve kapının içer tarafı rahmet ve çöl tarafı ise Allah korusun əzab olacaktı. Allah korusun. Ona göre insanın yani tekçe dünya yok, insanın ahirette de hidayete ihtiyacı var. Düz yolu tapmağa ihtiyacı var. Sırat-ı müstakimi, o sıratı cehennemin üzerinden geçen o sırata giden yolu tapmağa ihtiyacı var. Elə bir ki insan dua etməklə, öz qardaşı üçün dua etməklə, Allah'ım onu düzgün yola yönət duasını etməklə, elə bir ki ona o kıyamet günü, o zülmətdə Allah'ım ona bir nur ver deyir. Fikir ver. Ve həmçində insan yani dünyada da özünün salamat qalmasına səbəb olur. Yani eğer bir insan fikir ver, bütün etrafı hidayet əhlidir. Namaza gedirsən, birden unutmusan, senin kardeşin çağırır, kardeş gedək namaza. Ve evde sıkıntın var, çıkartır, öz bacardığı imkandan sana yardım edir. Ve köməyə ihtiyacı var, Allah üçün hiçbir şey ummadan. Bugünkü gün insanlar nədir? Edirsən ve sabah senin özüne gəlmağını gözləyir. Ama əsl hidayət əhli bunu gözləmir. Etdiyi əməldə ancaq Allahın razılığını gözləyir. Fikir ver, senin de kardeşine dua etməyin, sen hem dünyada xoşbəxt olmağına ve həmçinin də ahirette xoşbəxt olmağına səbəbdir. Çünkü senin onun için dua etməyin, mələklərin də senin için dua etməsidir. Fikir ver, mələklərin də senin için dua etməsi. Ona göre dua ettiğimiz zaman gerek paxılı olmayaq. Yani özümüz için istediğimiz bir şeyi gerek kardeşimiz için istəyir. Yani bakın, yani miniğimiz yoktu da kardeşim için dua ediyor. Allah'ım falan kardeşe Allah'ım xeyli bir minik nəsib eyle. Bereketli bir minik nəsib eyle. Sağlam, güzel, geniş, rahat bir minik nəsib eyle. Fikir ver, dua eyle. Bil ki ona ettiğin dua, melekler senin için de dua emin değil. Allah'ım ona da onun mislinde ver deyir. Fikir ver. Ve evlenme istəyir. Yani evlənə bacarmır, kardeşi için dua eyle. Deməli, belə bir hadisə baş verir. İki dost olur. İki dostdan biri subay, biri evli olur. Ve iftar vaxtında evli dost öz yoldaşıyla iftar ettiği zaman subay kardeşi üçün, yani dinde kardeş olan subay kardeşi üçün dua edir. Yani iftar vaxtı, xüsusən Ramazanda bilirsiniz ki, duaların qabul olma vaxtıdır. İcabət saatidir. Ve dua eyle ki Allah'ım onun için xeyirli bir zövcə nəsib eyle. Onun için əməl salih. Ve ona baktığı zaman rahatlıq tapan bir zövcə nəsib eyle. O kardeş dua ettikçe kardeşin zövcəsi qıcıqlanır. Deyir etme o duanı. Deyir ki kardeşim için dua edirəm də. Yani subaydı, evlenmeye ihtiyacı var, evlensin. Ve kadın deyir ki etme o duanı. Kadın da elimlidir. Deyir axırda deyir ki ne üçün də? Kardeşim üçün. Deyir sen dua edirsən,
Mələklər sənin duana əmindir. Yəni o özü üçün qorxur da. Fikir ver. Yəni nədir? Yəni insanın qardaşı üçün dua etməsi özünü üçün də dua etməsi deməkdir. Ona görə bu məsələdə insan gərək səhlənkar olmasın. Və həmçinin insanın dua etməsi təsəvvürlə özünün hidayət üzərində sabit qalmasına səbəbdir. Və həmçinin sən dua etdiyin zaman necə ki deyildiyi əl-cəzəu min cinsil əməl, başqa qardaşların da sənin üçün dua etmənə səbəb olacaqdır. Fikir ver. Və həmçinin sənin ailənin, evladlarının, uşaqlarının sabit qalmasına səbəb olacaqdır. Fikir ver. Və insanı həm dünya və həmçində axirət xoşbəxtliyinə çatmağa səbəb olacaq. Ona görə dua məsələsi çox mühüm bir məsələdir. Dua məsələsi insanın savabı əldə etmək üçün demək olar ki, ən rahat vasitələrdən biridir. İnsan dua oturaraq, dua edir. Allahım, məni bağışla, valideynlərimi bağışla, bütün müsəlman kişi və qadınları, ölmüş və dirilərini, bütün mömin kişi və qadınlar hamısını bağışla dediği zaman, subhanallah, gör, milyonlarla, trilyonlarla savab əldə edir. Bu da Allahın bizim üzərimizdə olan bir rəhmətidir, bir bərəkətidir. Allahdan istəyirik ki, Allah-u Teala bizə, qardaşlarımıza dua etməyə müvəffəqiyyət versin. Və şübhə yoxdur ki, bu da Allahın müvəffəqiyyəti iləndir. Allah-u Teala istədiyinə bunu əta eləyər. Allah-u Teala istədiyinə bunu verər. Çünki bu savab, insanın savabı, xeyri əldə etməsi nədir? Ancaq Allahın müvəffəqiyyəti iləndir. Kimsə çalışa bilər, səy göstərə bilər, amma baxırsan ki, Allah-u Teala müvəffəq etməyəndə alınmır. Baxırsan ki, insan kilometrlərlə yol gedir, 100 kilometrə, 1000 kilometr yol gedir, bir dəfə də olsa dili Allah'ı zikr eləmir. Amma insan da var ki, subhanallah, 10 kilometr yol gedir, dili Allah'ın zikrindən uzaq düşmür. Nədir? Allah'ın müvəffəqiyyətidir. Bunun üçün nəyə ehtiyacı var? Allah'ın yardımına ehtiyacı var. Və bunun da nə etməliyik? Yenə dua edərək Allah'tan istəməliyik. Allah-u Teala'nın Resulü Muhammed sallallahu aleyhi ve sellem və 40 yaşına qədər Peyğəmbər tərbiyəsi ilə tərbiyələnən, əxlaqlanan və Allah-u Teala ona vəhiy nazil edən və keçmiş və gələcək bütün günahlarını bağışlayan, cənnəti və cəhənnəmi göstərən bir Peyğəmbərin etdiyi duaya bax. Və xüsusən də bu duanın yeri namazda, təşəhhüddən sonra salamdan qabağa gəlib. Baxın Peyğəmbər s.ə.v necə dua edir? Allahümmə, ey Rəbbim, ə'inni, mənə kömək elə. Nə üçün? Alə zikrikə, sənə zikr etməyə, və şükrikə, sənə şükr etməyə, və husni ibadətik, və sənə gözəl bir şəkildə ibadət etməyə. Bax Peyğəmbər s.ə.v Allah'tan yardım istəyir. Nə üçün? Zikr etməyə, şükr etməyə, ibadət etməyə Allah'tan yardım istəyir. Biz onda bizim halımız necə? Bizim halımız necə? Qur'anı bəlkə də ayda bir dəfə açıb oxumuruq. İmanımızın təzələnməsinə gəldikdə isə dua edib Allah'tan imanımızın təzələnməsini istəmir. Biz onda bizim necə ola bilər ki, xeyirlərə müvəffəq olaq? Xüsusən də bugünkü günümüzdə, fitnə zamanında insan qapıdan çıxdı, qapıdan çıxmağa ehtiyac yoxdur. Əlinə telefon götürdü, artıq fitnənin düz ortasında. Belə bir zamanda imanımızın güclənməsi üçün və din üzərində sabit qalmağımız üçün nə qədər duaya ehtiyacımız var. Allah'tan istəyək ki, Allah-u Teala bizi haqq dini üzərində sabit eyləsin. Və Peyğəmbər s.ə.v etdiyi duanı edirik. Ya muqallibəl qulub, səbbit qulubənə alə dinik. Ey qəlbləri çevirən, sən bizim qəlbimizi dinin üzərində sabit eylə. Allahım, sən bizi, evladlarımızı, zövcələrimizi, qonşularımızı, qardaş və bacılarımızı, valideynlərimizi və bizim üzərimizdə haqq sahibi olanları və həmçində biz əlimizin altında olan, onların məsuliyyəti bizim üzərimizdə olan insanları düzgün yola yönəlt. Valideynlərimizi və bütün müsəlman bacı və qardaşlarımızı, mömin müsəlman bacı və qardaşlarımızı, onların sağ olanları və onların dirilərini bağışla, onlara rəhm eylə, onların qəbirlərini geniş eylə
Allah'ım nə qədər xəstə müsəlman varsa, onlara kamil, acil şəfa ver. Nə qədər borcu olan müsəlmanlar varsa, onlara borclarını ödəməyə yardım elə. Evladdan əziyyət çəkən və həmçinin valideynin əziyyətinə məruz qalan nə qədər müsəlmanlar varsa, onlara sabitlik ver, salamatlıq ver. Allahdan istəyirik ki, Allah Teala bizi eşidib faydalanmaq nəsib etsin və günahlardan təmizlənərək bu məclisdən ayrılmağı və sorğu-sualsız olaraq Firdevs cənnətinə daxil olmağı, Peyğəmbər s.ə.v-in havuzu başında su içməyi və Allahın cəmalına baxmağı Allah bizə nəsib etsin. Amin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu ileyk. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.